Bəli. Babuş necəsən? Çox sağ ol. Ay babuş, niye pis olursan? Sen oradakılara demirsən ki, aktyorlar, Türk aktyorları orada kanalını vurup tıxırlar. Onu niye demirsən ki? Ne var ki burada? İndi bizlərdə biraz tərs baxırlar da xanım, kişi xeylanın tananını vurmağa. Əslində düz deyirlər, olmaz. Kişiyə yaraşan hərəkət deyil. Ne vurulursan ki, indi inşallah özü düzələndə vurmayacaksın da. Orada ne var ki, niye pis olursan? Və mən də onu deyirəm də, deyirəm ay izləyəcək, keyfimdən vurmamışam da. Baxın yazacaqsınız ki, üzünə günə, o mənə psixoloji problem yaradır. Başa düşən pis oluram. Yazasınız onun üzünə gündədir, onun üzünə gündədir, nə gündədir. Yazasınız da görməm bilmirəm. Sonra yazacaqlar ki, haradasan, niyə canlasmırsan, haralardasan. Bu yazıq deyil, onsuz da 3-5 günlük olan bir şeydir də. Bakıya gəl, müalicədə elə bitiyorlar. Onsuz da bilinmir elə də. İnşallah da yaxşı həkim tapım. Burada mən anladıqları deyib ayda kimsiz adı yalanla gəldi, reklam eləyir özünü. Qoşuldu 7-8-ci yalanla Facebook 2 şeyləri yazdım ha, yalanla göyə ki üzümü sağaldır. Ay güzel insan, hiç nefis olma. Düzelmeyen bir şey yoktur. Düzelecek inşallah. Burada biraz geceler yemeği, şirniyat falan yiyorsun. Vesselam. Bilirəm uşaqlar tananı. Ben onda canlaşmıyım da heç nə. Kaş onda canlaşmazdı. Hə, mən bilirəm tananı ziyandı. Tananla partlayır. Sevilirsən ay babuş. Təşəkkür edirəm. Ben bəzilərindən, istəklərdə sən özüm bildiğin kimi deyirəm. Sən en azından gözümə linza vurup tıxmırsan. Aşıq gözdən izə qoyan bütün gün mənə canlılarda söz atır. Sən... Ay ama baş boşma. Onun kimi duruna takmırsan ki. Fikir vermə. Səni çox narahat edəcəklər bu professorlar. Ən salamatı. Gedəcəm də qaqa, yaxşı həkim tapanmıram da bura. Hələlik babuş. Bir professor maziyyə burada dəstəkçidir. Dedi mən gələcəm, heç onun da xəbər sonra çıxmadı. Üzümü mən onunla WhatsAppda görüntülü danışdım. Göstərdim üzümü. Başa düşürsən? Baxdı, dedi ki mən sağaldacağam. Heç onun xəbər də yoxdur. Makyaj. Az bir dənə tananını vurmuşam. Nə makyaj eləmişəm az. Bir dənə tananın üzümü örtsün deyin vurmuşam da. Siz niye mankeddar insanlar olmuşsunuz baba bəziləriniz? Deyirəm üzüm pis gündədir. İnsanlar pis gündədir üzüm.